Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Bugünkü videomuzda çox önəmli bir mövzudan, inteqrasiya mövzusundan danışırıq. Həmçinin Time 2026 test bankından inteqrasiya ilə bağlı müxtəlif fənlər üzrə sualların izahını sizlərlə bölüşəcəm. Demək, müəllimlər, inteqrasiya mövzusu ümumiyyətlə MİQ və sertifikasiya imtahanlarının ayrılmaz hissəsidir. Və inteqrasiya testlərini mükəmməl yazmaq üçün bir fənn müəllimi mütləq şəkildə öz fənnini bilməlidir. İndi mən testlərin izahını verəndə belə, siz yanaşmanı, belə deyək, tam anlamış olanda, hətta məndən də üstün səviyyədə, çünki mənim ixtisasım deyil, məndən də üstün səviyyədə deyəcəksiniz ki, hə, burada deyək ki, bununla bu arasında əlaqə var. Demək, inteqrasiya haqqında qısa məlumat vermək istəyirəm. İnteqrasiya sözünün mənası əlaqə deməkdir. Təhsildə, təlimdə isə inteqrasiyanın 3 istiqaməti var. Fənn daxili, fənlər arası və fənn üstü. Fəndaxili inteqrasiya adından da göründüyü kimi, fənn daxilində fərqli mövzuların və yaxud da fərqli məzmun xəttlərinə aid olan mövzuların əlaqələndirilməsidir. Fənlərarası inteqrasiya bu da adından göründüyü kimi, müxtəlif fənlərə malik biliklərin əlaqələndirilməsidir. Yəni, müəllim coğrafiya fənnini tədris edərkən, tapşırıq zamanı, fəaliyyət zamanı digər bir fənnin bilik bacarığına müraciət edirsə, bu fənlərarası inteqrasiyadır. Fənnüstü inteqrasiya haqqında biraz geniş danışım. Çünki iki fikirlik yaradan məqamlardan biridir. Müəllimlər, bir də belə bir haşiyə çıxmaq istəyirəm ki, etiraz etmək zamanı deyil. Yəni, keçən il bu sualları bu formada cavablarını verdi ki, artıq mütləq şəkildə fənnüstü inteqrasiyada tətbiq olmalıdır. Nə mənada? Məsələn, müəllim verən hər hansı bir layihə, tapşırıq, fəaliyyət, məktəbdəmi, məktəb həyətindəmi, məktəbin bufetindəmi, evdəmi, mütləq şəkildə icra olunmalıdır. Yəni, var olan bir şey olmalıdır. Nümunələr göstərim sizə. Belə bir, deməli, situasiya var ki, şagird hər hansı bir məktəblə bağlı layihə hazırlamalıdır. Bax, görürsünüz, belə bir məktəb yoxdur. Və bu layihəni hazırlamalıdır, hələ tətbiq etməyib. Və yaxud da, keçən il belə bir sual vardı. Təsəvvür edin ki, bir elektrik çaydanını qaynadırsınız. Baxın, təsəvvür edin ki, deyir. Yəni, belə bir elektrik çaydanı yoxdur və bunu şagirdlər tətbiq etmir. Ona görə də mütləq şəkildə məktəbin həyətindəmi, məktəbdəmi, təkrar qeyd edirəm, sinifdəmi, evdəmi bu fəaliyyət icra olunmalı, tətbiq olunmalıdır ki, fənnüstü inteqrasiya sayılsın. Və müəllimlər, fənnüstü inteqrasiya olan yerdə əksərən, hətta deyərdim, həmişə fənlər arası inteqrasiya olmalıdır. Biz müəllim olaraq da belə deyək də, fənnüstü inteqrasiyanı anladıqsa, necə ola bilər ki, mən üst bacarıqlarımı işə salım, nəyisə həyatla əlaqələndirim, lakin orada mənə bir fənn bacarığı lazım olsun. Bu da belə deyək, məntiqli deyil. Ona görə də, təbii ki, sualların içində də görəcəksiniz, fənnüstü inteqrasiya olan yerdə fənlər arası inteqrasiya olur. Baxaq testlərimizə. Təsviri sənətlə bağlı ilk testimizə baxırıq. Şagird, yaxınlaşdıraq müəllimlər. Şagird bədii naxış hazırlamaq üçün ölçü, simmetriya və təkrarlama prinsiplərindən istifadə edir. Hazırladığı nümunəni müxtəlif materiallarla istifadə etməklə funksional məhsul hazırlayır. Burada gördüyümüz kimi təsviri sənət fənnindən danışırıq. Simmetriya, ölçü, riyazi biliklərə müraciət edirik. Cavabımız olacaq fənlər arası inteqrasiya. Çox sadə. Gəlirik indi ikinci sualımıza. Yaxınlaşdıraq onu da. Demək, şagird məktəbdə tullantıların düzgün çeşidlənməməsi problemini müşahidə etdi. Və bu problemin həlli üçün təşəbbüs göstərir. O tullantıların düzgün çeşidlənməsi mövzusunda maarifləndirici afişa hazırlayır. Baxın, müəllimlər, hazırladı bu afişanı, var bu afişa. Afişada rəsmlər, simvollar, rənglər və qısa mətnlər vasitəsilə tullantıların hansı qutulara atılmalı olduğu izah olunur. Hazırlanan afişa məktəbin girişinə atılır və şagirdlərin ekoloji davranışına təsir göstərməyi hədəfləyir. Bax, görürsünüz, şagird oxuduğu məktəbin girişinə bunu asdı. Bax, bunu demək istirdim müəllimlər. Məktəbdə, məktəbin həyətində, bufetində, girişində real olaraq bu fəaliyyət icra olundusa, tətbiq olundusa, bu fənnüstü inteqrasiyadır. Və fənnüstü inteqrasiya olan yerdə fənlər arası olur.
Sualı da müəllimlər belə deyək aydınlaşdırsaz, məsələn mənim ixtisasım coğrafiyadır. Oxuyuram, bu təsvir sənət fənninə aiddir. Ekoloji davranış və sair görürəm. Adi coğrafi biliklərdən burada istifadə olunur. Deməli həm fənlər arası, həm fənn-üstü inteqrasiya var. Cavabımız olacaq D variantı. Sonra baxacağıq müəllimlər musiqi ilə bağlı test izahına. Demək, test belədir ki, Üzeyir Hacıbəylinin və Beethovenin bədii üslubunu və emosional ifadə tərzini müqayisə edin. Hansı bəstəgər emosiyanı daha aydın və təsirli şəkildə ifadə etdiyini müəyyənləşdirin. Musiqi müəllimləri, məndə rahat səhv tuta bilərsiniz. Amma düşünürəm ki, burada siz Üzeyir Hacıbəyli mövzusu ilə Beethoven mövzusunu ayrı-ayrı mövzularda keçirsiniz, dərslərdə keçirsiniz və ona görə də burada deməli, iki mövzunun əlaqələndirilməsi olduğu üçün açıq-aşkar burada başqa fən də görmədik. Burada olacaq fəndaxili inteqrasiya. Yenə deyirəm, ixtisas müəllimi bunu daha aydınlıqla, rahatlıqla görəcək. Mən bunu öyrənmək üçün məsələn bir musiqi müəlliminə müraciət edə bilərəm. Soruşa bilərəm ki, müəllimə siz bu mövzuları bir keçirsiniz yoxsa ayrı keçirsiniz? Ayrı mövzulardır. Və ayrı mövzular olduğunu bilən kimi bunlar əlaqələndirilibsə, fən daxilində fərqli mövzuların əlaqələndirilməsi fəndaxili inteqrasiyadır. Cavabımız fəndaxili inteqrasiya olacaq. Baxaq ikinci sualımıza. Deməli, Koroğlu dastanından bir parçanı seçin və operadakı musiqi ilə bu mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Bəstəkarın ədəbiyyatdakı obrazı necə musiqiyə çevirdiyini və aşıq musiqisini bir dəqiqə mən gördüyümü sizə qeyd edirəm. Aşıq musiqisinin hansı üslub və ifadə vasitələrindən istifadə etdiyini müəyyənləşdirin. Yenə inteqrasiyanın növünü seçirik müəllimlər. Koroğlu dastanını gördüm, ədəbiyyatı gördüm, musiqi gördüm, musiqini gördüm, fənlər arası inteqrasiyam rahat var və müəllimlər burada operadakı musiqi bir mövzu, aşıq musiqisi bir mövzu. Mən belə əlaqələndirirəm. Burada fəndaxili inteqrasiya dəqiq var. Musiqi müəllimləri də bu istiqamətdə daha rahat aydınlaşdıra bilərlər. Burada olacaq həm fəndaxili, həm də fənlər arası inteqrasiya. Belə, keçək digər texnologiya fənnimizə. Demək, evdə istifadə olunan elektrik cihazlarından birinin enerji sərfiyyatını hesablamaq üçün müəllimlər bu arada keçən ilki sertifikasiya sualının oxşarıdır. Deməli, evdə istifadə olunan elektrik cihazlarından birinin enerji sərfiyyatını hesablamaq üçün məlumat topla. Baxın, belə bir cihazın adı çəkilmədi. Belə bir cihazdan istifadə olunmadı. Hələlik yəni belə düşünürəm. Bu məlumatlara əsaslanaraq cihazın gündəlik və aylıq enerji sərfini və bunun ailə büdcəsinə təsirini müəyyən edin. Təbii ki, sualın gedişindən biz görürük ki, burada texnologiya fənninə əlaqəlidir və niyə burada fənn-üstü olmayacaq? Baxın, belə bir elektrik çaydanını şagird götürüb evində, məktəbdə, sinifdə, bufetdə qaynatmadı. Həqiqi olaraq hər hansı bir elektrik əşyasını, cihazını ölçərək bunu, belə deyək, ortaya çıxartmadı. Sadəcə olaraq sualda da görürsünüz ki, hər hansı bir cihazın enerji sərfiyyatını hesablamaq üçün deyir məlumat topla. Şagird məlumat toplayır. Belə bir cihazdan istifadə etmir. İnternet məlumatımı, kitab məlumatımı, yəni burada fənn-üstü inteqrasiya müəllimlər yoxdur. Burada bizim cavabımız olacaq, demək, fənlər arası inteqrasiya. İndi fənlər arası inteqrasiya üçün təbii ki, elektrik cihazlarından danışdı. Həmçinin deməli, hesablama var. Ona görə də burada riyazi və texnoloji biliklərimi əlaqələndirdim. Oldu, deməli, fənlər arası inteqrasiya. Müəllimlər, yenə də aydınlıq vermək istəyirəm. Sualı özünüz də oxuyacaqsınız. Məsələn, desəydi ki, evinizdən bir elektrik cihazı və yaxud çaydanı gətir, burada məktəbdə onu qaynat və onun nə qədər, belə deyək, enerji sərf etdiyini bizə təqdim elə. Bu olacaqdır fənn-üstü inteqrasiya. Və yaxud evə tapşırıq verib həqiqi bir çaydanı şagird qaynatsaydı və yaxud işə salsaydı, enerji sərfiyyatını hesablasaydı, bu olacaqdır fənn-üstü. Amma bu hər hansı bir, belə deyək ki, xəyali bir tapşırıqdır və şagird bu məlumatı toplayır,
hesablamasını aparır. 2 və yaxud daha artıq fən biliyindən istifadə etdiyi üçün də fənlərarası inteqrasiya götürürük.